28 oktyabr 2025-ci ildir və həftənin çərşənbə axşamı günü dəyərli izləyicilər, Ramiz Mehdiyev ilə bağlı bir sensasiyon görüntü yayılıb. Ramiz Mehdiyevin villasında iclas zalı yaradılıbmış. Sən demə, özü yaradıb. 50-60 nəfərlik bir iclas zalı, hər birinin ayrıca oturacaqları, stulları və s. və barəsində hakimiyyəti zorla ələ keçirmə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə cinayətləri ilə bağlı iş açılan prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin yaşadığı villada axtarış zamanı müstəntiqlər maraqlı mənzərənin şahidi olublar. Günün Səsi Info xəbər verir ki, Ramiz Mehdiyev yaşadığı villada otaqlardan birini iclas salonu edib. Özü geniş bir iclas salonu. Belə ki, salonun başında özü üçün kreslo qoyduran Mehdiyev 50-60 nəfərin oturması üçün oturacaqlar da yerləşdirib. Bundan başqa Mehdiyevin oturduğu masanın sağ tərəfində çıxışçılar üçün nəzərdə tutulan tribuna da qurulub. Görünür, Ramiz Mehdiyev gizli fəaliyyətinə məhz burada başlayıbmış. Və amma Dövlət Təhlükəsizlik Xidmətinin onun bu məkirli planını yarımçıq qoyması səbəbindən Ramiz Mehdiyevin iclas salonu da hal-hazırda iştirakçısız qalıb. Xatırladaq ki, Səbail Məhkəməsinin qərarı ilə Prezident Administrasiyasının sabiq rəhbəri barəsində 4 aylıq ev dustaqlığı qəti imkan tədbiri seçilib. Bir sözlə, Dövlət Təhlükəsizlik Xidmətinin apardığı əməliyyatın detalları bir-bir üzə çıxmaqdadır. Gizli otaq, əslində gizli otaq yox, gizli iclas otağı, zal, kürsülər, tribunalar, nəyəsə orada hazırlıqlar gedirmiş və onun görüntüləri yayılmaqdadır, dəyərli izləyicilər.